Sabahınız xeyir olsun dostlar. Beləliklə, Müdafiə Nazirliyində Tovuzlu Əlbəli kəndində tutulan Ermənistanlı Kəşfiyyat Diversiya qrupunun bələdçisi Mamiko Tigranoviç Xocayan barədə araşdırmalar davam edir. Və məsələn, informasiya saytlarından biri Modernaz məsələn, erməni əsrin dindirilməsi ilə bağlı Müdafiə Nazirliyinə sual ünvanlayıb və Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə diversiya qrupunun üzvü ilə bağlı açıqlanan bəyanat qüvvədə qalır. Yəni, Xocayan Mamiko Tigranoviç erməni kəşfiyyat diversiya qrupunun üzvü olması təsdiqlənib. Bundan başqa Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi də əsrlə bağlı növbəti açıqlama verib. Xatırladıram, komitənin ictimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, hazırda təmsil etdiyi qurum əsrlə görüşmək üçün lazımi addımlar atır. Qızıl Xaç Komitəsi erməni əsrlə görüşə nail olmaq üçün öz mandatına uyğun olaraq əlaqədar təşkilatlarla dialoq aparır. Beynəlxalq Qızıl Xaç Komitəsinin yazırlar tez-tezi Yerevan, bilmirəm indi başa düşürəm, amma İrəvan bu qədim Azərbaycan torpağıdır. Bəlkə hamımız İrəvan deyək. Hər halda ayınızda çoxdan var, artıq uzun illərdir ki, belə bir ənənə var. Deməli, İrəvan nümayəndəliyinin proqram rəhbəri Zara Amatuni də Xocayanla bağlı açıqlama verib. Biz öz tərəfimizdən Bakıdakı həmkarlarımızla daim əlaqədəyik deyib və onun sözlərinə görə Qırmızı Xaçın Bakı nümayəndəliyindən Ermənistan vətəndaşının saxlanması barədə təsdiq etdikdən sonra Mamiko Xocayanla əlaqə saxlanılacaq. Xahiş edirəm, Mamiko Xocayanı bir dənə göstərin. Mamiko Xocayandır. İnternet şəbəkədə bizim bəzi deməli userlər, bəzi soydaşlarımız, ürəyi yumuşaq olan insanlar elə ürəyimizin yumuşaqlığıdır ki, belə bir problemlərlə rastlaşırıq. Baxırlar və deyirlər ki, bu qoca bir kişidir. Bəzilər deyir ki, yazıqdır, bəzilər deyir ki, əlbəttə ki, düşməndir. Əziz və hörmətli yeniyetmələr, gənclər, ümumiyyətlə, birinci Qarabağ müharibəsində iştirak eləmiş bir çox veteranlarımız var, hansılar ki, deyirlər, məhz diversiya qrupları, hansılar ki, kəndlərə girirdilər, orada terror aktları törədirdilər, dinc əhalini öldürürdülər. Onlar, öyrəşmişsiniz James Bondlara, hamısı kostyumda, qəşəng saçla, yox, adi bir xadimədir, normal, bir də görürsünüz ki, harası bir məlumat ötürə bilər. Yəni, Ermənistan tərəfi özü də açıqlayıb ki, bu ruhi xəstədir və əlbəttə ki, diversiya qrupunda əsas, belə deyək, fəaliyyətlərindən biri də, hər halda əsas məqsədlərindən biri də cəmaatı çaşdırmaqdır, çaşqınlıq içində salmaq ki, bu qoca kişidir, bəlkə də xəstədir, ruhu xəstədir, gəlib, Azərbaycana keçib, yazıq, özdə yazıq ilan vurması onu deyir ki, şah daha şəkil çəkdirməyə gedirdi. Yaxşı, Qarabağda oturan, işığı gah gələn, gah gəlməyən bir şəxs, bu şah barədə harada internetdən məlumat bilir? Deməli, bu adam çox məlumatlıdır və bundan başqa, necə deyil, ilan ağına da lənət qarasına da bu bir tərəfdən. Digər tərəfdən isə, əziz və hörmətli tamaşaçılar, əziz və hörmətli belə biraz bu yazığı gələn şəxslər də var. Qarabağ müharibəsi zamanı bizim qızlarımıza, gəlinlərimizə bu yaşda, hələ bundan da böyük yaşda olan ermənilər təcavüz edib. Bunu da yaddan çıxarmaq lazım deyil. Belə, sabahınız xeyir olsun. Azərbaycanın ordusuna, hər halda hər hansı bir hərbi hissədə əskərlərimiz, zabitlərimiz baxırsa, sabahınız xeyir olsun, gününüz uğurlu olsun, qolunuza qüvvət, yaxşı ki varsınız. Biz burada kondisionerli otaqlarda otururuq. Bundan başqa şükür Allah, suyumuz da gəlir qınantımızdan, bir də görürsünüz. Belə, istənilən anda harasa gedirik, gəlirik. Amma Səngərdə nə qədər bizim əskərimiz var, dözülməz şəraitdir. Əlbəttə, insan küçədə bir saatdan çox qala bilmir. O dəqiqə qaçır istilənməyə, isti çay içməyə, pirojna ilə, nə bilim, konfetlə, kimsə deyir, yox, mən onu istəmirəm, bunu istəyirəm və s. Amma soyuqda, istinin cırhacırında, istənilən havada bizim müdafiə edən nə qədər əskərimiz və zabitimiz var. Allah sizi bizə çox görməsin və Azərbaycan milli ordusuna, Azərbaycan ordusuna, ümumiyyətlə bütün silahlı qüvvələrinə eşq olsun.